Əgər Səhərət Əliyoğlu Ağdam rayonuna məcburi köçkün, irgəlmirəm bu məcburi köçkün sözündən. Nə qədər insan məcburi köçkün olar? İlham Əliyev, Səlim Müslümovu yenə də cəmaatı anlatmalı davam edir, eynəndə məni. Məni yalançı adlandırdı. Sənət göndərirəm, onlar kompüterdə özləri kimi yalan da hamısı. Bunu en arasında söhbət gəldi ki, Səlim Müslümov cəmaatın sosiallarını kəsib, İlham Əliyevə Bodrumda ev tikdirir. Nə qədər düzdür bilmirəm, ancaq da cəmaat o durumda üstü çıxmaz. İnsanları bu qədər zülm eləməklə ancaq siz insanlara vurduğunuz qandalların zincirləri qırasınız. Bu zəncir və qandallar qırılandan sonra böyük tsunami olacaq. Və bu tsunaminin qarşısını heç ala bilməyəcəkdir. Mən başa düşmürəm, bu dövlət vətəndaşına niyə sahib çıxmır? Heydər Əliyev fondu, Mecnunlu fond olub, Ümumdünya fond olubdur. Vatikanın bütün kilsələri, nə bilim, bütün qazla təmin edir, Türkistan kilsələri, erməni kilsələri remont edir, Senegonu remont edir. Vatikan ondan betər, Heydər Əliyevlə məscid tikdirir, Heydər Əliyev adına məscid. Hansı ki, bütün bu ruhani tayfası ölümə məhkumdadır. Bütün fitnəli yayı dünya onlardır. Xeyr olasınız, onlardan yapışmırsınız. İnsanlar pis vəziyyətdədir. Azərbaycan xalqına bir baxın nə gündədir. Sənə Bodrumdakı ev nəyə lazımdır gündən belə? Yaxtanı sat. Ya sat o xaricdə olan mülklərinizi satın. Bu insanlara bəs divan tutdunuz. Atanızdan miras qalmıyor ölkə sizin. Heç birinizdən. Hadır Əcəbli deyir ki, insanlar ələ baxın görəcək, onun üçün başqa deputat da. Bir dəfə niyə demir ki, bəlkə yavaşlayaq, bəlkə bu millət taladır, soydur. Aqil Abbas deyir, soğan əksinlər. Biri deyir, qoyun saxlasınlar. Hamı qoyun saxlayandır, hamı soğan əkəndir. Mən və aləm dövlətdən, Azərbaycan Respublika məhsus olan yeraltı və yerüstü sərvətdən payımızı tələb edirəm. Sən söz vermişsən ki, əlini Qurana basmamısan İlham Əliyev, konstitusiyada basmamısan. Kişi sözünə əməl edər. Hər bir Azərbaycanın prezidenti olacaq. Qarantımız sənsən demişsən. İşlədə Səlim Müslümovu tut yaxasından. Ver məhkəməyə, insanların anlattığına görə. Onsuz da biz haqqımızın hansı yolla olsa tələb edəcəyik. İnşallah o günə az qalıbdır. Nədir? Köçkün həyatına hazırlaşınız. Dünyanın hər yerində böyük mülkləriniz, nədir? Doymur gözləriniz. Allah qarşısında bir gün cavab ahirətdə heç kim bir tane görəv aparmayıbdır. Düşmüşsünüz bu milletin cənnə, bu heydərizm, yapizm. Nə vaxt bu zülmlə tutaracaq bu millət? Kimə deyəsən dərdini? Əgər sən Səlim Müslümovun göstəriş verməsən çıxalmaz üzrü, deməli bütün fəlakətlərin, bütün eybəcərlərin başı sən özün şəxsən dursan İlham Əliyev. İcra başçıları çıxırsa 2 ay gözləyirsən, polis rəisdən çıxarsa 1 ay gözləyirsən, tender keçirsən ki, çox daha pul verdi deyil. Nədir bu insanlara? Niyə bu qədər örnek olmuşsan bunlara ki, bunların da göz doymur? Bəs sizə yetər də bu insanlar yazdık da axı. Əslində yazdık sizsiniz. Zavallılar da sizdən kömək istəyir. Mən səndən kömək istəmirəm, mən haqqımı tələb edirəm. Kömək Allah edir. Eləsə səndən Allah'a şikayət edirəm. Heç kimə sənə şikayət eləmirəm. Çünki hamısı bu Səlim Müslümov bandasında başında sən özün durmuşsan.